Qəzzanın iki hissəyə bölünməsi ehtimalı artmaqdadır. Hissələrdən biri İsrail, digəri Həmas tərəfindən idarə oluna bilər. Bu ehtimal artıq bir müddət ki, gündəmdə idi. Bu bir qədər də artır. Reutersə adı açıqlanmayan bir sıra Avropalı diplomatlar bununla bağlı məlumat veriblər və bildiriblər ki, bu ehtimalın artması ABŞ prezidenti Donald Trumpın sülh gündəliyinə uyğun olaraq, sülh planına uyğun olaraq proseslərin davam etməməsi fonunda baş verib. Deməli, planın belə bir hissəsi vardı. Əsir və girovlar əvvəlcə dəyişdirilməlidir, mübadilə aparılmalı idi. Burada təkcə sağ qalan şəxslərdən yox, meyidlərdən gedir həm də söhbət. Hər iki tərəf bir-birinə müəyyən qədər təhvil verdi həmin meyidləri. Amma sonraki proses var idi, hansı ki, Həmas silahsızlaşdırılmalı və ümumilikdə Qəzza hərbsizləşdirilməli idi. Bu proses ləngir və İsrailin baş naziri Benyamin Netanyahunun belə bir xəbərdarlığı oldu ki, biz bu prosesi ya xoşluqla, ya da güc yolu ilə həll eləyəcəyik. Yəni, Həmasın silahsızlaşdırılması və sülh planının növbəti mərhələsinə keçid məsələsinə. Amerika Birləşmiş Ştatları Qəzzada hərbi baza tikmək istəyir və bu deməli tikinti xərcləri $500.000 qədər vəsait apara bilər. Və əgər baş verərsə, Amerika Birləşmiş Ştatlarının İsrail ərazisində bu ilk bu şəkildə iri miqyaslı bir hərbi bazası kimi tarixə düşəcək və burada yerləşdiriləcək bir neçə minlik Amerika ordusu əsasən deməli İsrail-Həmas arasındakı sülh gündəliyinə sadiqliyi üçün deməli nəzarət missiyasını həyata keçirəcək və Türkiyədə Qəzzaya deməli hərbi briqada göndərmək istəyir. Məlum məsələdir, Təl-Əviv istəmir Ankaranın Qəzzada hər hansı bir formada iştirakını, amma Türkiyə bu məsələdə deməli məqsədli qərarla görünür. Artıq briqada hazırlanır, məlumata görə 2000 hərbçidən ibarət bir heyətdir və Türkiyə ordusunun ən təcrübəli sülh məramları həmin briqada ilə yer alacaq xəbərləri gəlməkdədir. Ağ Ev hələ yekun qərar verməyib, BMT də ümumiyyətlə Həmasın silahsızlaşdırılması ilə bağlı qətnaməni təsdiqləməyib və qeyd olunur ki, Türkiyə və Misirin Qəzzada varlığı deməli ölkələrin birbaşa müharibəyə cəlb olunması, münaqişəyə cəlb olunmasına gətirib çıxara bilər. İsrail isə NATO-nun güclü müttəfiqini, yəni Türkiyəni Qəzzada görmək istəmir. Ümumiyyətlə Ankaranın Qəzza ilə bağlı həssas mövqeyi də məlum məsələdir. Bu səbəbdən də Təl-Əvivin narahatlığı var təbii ki. Türkiyə və Misir bugün deməli Qəzza məsələsini bir daha müzakirə eləyəcəklər. Deməli Reutersin məlumatında belə deyilir. Fidan bəyan edəcək ki, Fələstinlilər atəşkəs rejiminə sadiqdirlər və qarşı tərəfdən İsraildən qayda pozuntularına baxmayaraq vəziyyəti yaxşı idarə edirlər. Fələstinlilərdən gedir söhbət. Eyni zamanda o dünya dövlətlərinin anklavın bərpasına yardım göstərmələrinin də vacibliyini qeyd eləyəcək deyilir. Suriya keçid hökumətinin müvəqqəti prezidenti Əhməd Əşşara Amerikada səfərdə idi və Fox News-a maraqlı açıqlamalar olub. O da İsrail məsələsinə toxunub qeyd edir ki, Suriya hakimiyyəti hazırda Dəməşq ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim sazişinə qoşulmaq niyyətində deyil. Bildiyimiz kimi Qazaxıstan son olaraq qoşuldu bu deməli sazişə. Suriya isə belə addım atmağa tələsmir, çünki İbrahim sazişinə qoşulan ölkələrdəki vəziyyət Suriyadakı ilə eyni deyil. Suriya deməli 1967-ci ildən bəri Colan təpələrini işğal edən İsraillə birbaşa sərhəddir. Həm sərhəddir. Hazırda birbaşa danışıqlara girmək niyyətində deyilik, deyir Əhməd Əşşara. Onun Fox News-a açıqlamasında bir də Bəşər Əsəd mövzusu var idi gündəmində. Qeyd edir ki, Bəşər Əsəd də daxil olmaqla hər kəsi hərəkətlərinə görə məsuliyyətə cəlb etmək üçün ədalət komissiyası yaratmışıq. Ədalət qələbə çalmalıdır və Bəşər Əsəd illər ərzində etdiyi o günahlarının cəzasını ödəməlidir qeyd edir. Ümumiyyətlə, Əhməd Əşşaranın Fox News-a müsahibəsi onun Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində baş tutdu və maraqlı detal nədir dostlar? Bu deməli səfər 1946-cı ildə Suriyanın müstəqillik qazanmasından sonra Suriyanın prezidenti postunda ilk deməli səfərdir Birləşmiş Ştatlara və bu səfər çərçivəsində təbii ki, Donald Trumpla bir görüş var idi və həmin görüşdə iki tərəfli münasibətlər məsələsi də müzakirə olundu. Və Amerika Birləşmiş Ştatları ilə Suriyada münasibətləri yoluna qoymağa çalışır, amma İrandan eyni addımları biz görmürük. Tehrandan belə bir açıqlama var. Qeyd olunur ki, Amerika Birləşmiş Ştatları İrana üçüncü ölkələr vasitəsilə nüvə danışıqlarına dair ziddiyyətli siqnallar göndərir. Bunu Xarici İşlər Nazirinin müavini Səid Xətibzadə Əbu-Dabidə keçirilən konfransda qeyd edib. Onun sözlərinə görə İran dinc məqsədlər üçün nüvə razılaşmasının deməli tərəfdarı olsa da milli təhlükəsizlik məsələlərində güzəştə getməyəcək belə bir qəti deməli açıqlama gəlir. Xətibzadə həmçinin Tehranın ölkənin nüvə silahı əldə etməyə çalışmadığı ilə bağlı deməli Tehranın niyyətini
bir daha təsdiqləyir ki, biz nüvə silahı hazırlamaq deyil niyyətimiz, biz daha çox özünü müdafiə prinsipi ilə yanaşırıq bu məsələlərə. Donald Trump'ın maraqlı açıqlaması var. Qeyd edir ki, müttəfiqlərimizin hamısı heç də dostumuz deyil. Rəsmi olaraq Amerika Birləşmiş Ştatlarının müttəfiqi hesab edən bir çox ölkə əslində Vaşinqtonun dostu deyil. Fox News-a müsahibəsində qeyd edir bunu və deyir ki, onlar ticarət sahəsində Çindən də artıq dərəcədə bizdən faydalanıblar. Ümumiyyətlə siyasətdə dost, qardaş anlayışı çox nadir hallarda və nadir ölkələrdə olur. Yəni istisnalar var. Məsələn, Türkiyə və Azərbaycan dostluğu, qardaşlığı. Amma qalan bir çox məsəl üçün ölkələr sadəcə olaraq bunlar mənfəət münasibətidir. Yəni hər kəs öz mənfəətini düşünür və normaldır əslində siyasətdə. Düzdür demək. Əlbəttə ki, mən Trump təbii ki, haqlıdır məncə bu mövzuda. Müttəfiqik, dost deyilik yəni sadəcə. Donald Trump bunu çox açıq formada bəyan edir. Səmimi davranışlardır. Formada bəli. Və düz deyilik məncə. Qeyd edir ki, bizim bir daha deyirəm, müttəfiqlərimizin heç də hamısına bizi dostumuz olduğunu düşünməyin. Amma özü maliyyə məsələlərində mümkün qədər, yəni o necə bir ifadə var, hər yerdən sıxmağa çalışır. Hardan bir qədər məsələn maliyyə sızıntısı görsə, oranı tutmağa çalışır ki, büdcədə daha çox vəsait qalsın və ya Amerika büdcəsinə hansı formada əlavə gəlir gətirə bilər. Bu da əslində bir Amerikalı olaraq təbii ki, onun haqqı və bir növ belə deyək, vəzifə öhdəlikləridir. Belə yanaşmalıyıq məsələyə. Bir şey qeyd elədi, bayaq Qazaxıstan qoşulub İbrahim sazişinə dedik. Tokayev deməli ötən gündən Moskvada səfərdədir və Rusiya prezidenti Vladimir Putinlə bu gün görüşü olmalıdır və o Dmitri Peskovun belə bir açıqlaması vardı ki, deməli Qazaxıstan prezidenti istəyərsə İbrahim sazişi ilə bağlı məqamları, eləcə də Trumpla nələr danışdığını həmin sazişin imzalanması tədbirində Putinə açıqlaya bilər. Tokayev özü istəyərsə, amma hər halda artıq Moskva da belə deyək, Astana ilə müəyyən məsələlərdə maraqlı məqam gəlib çıxır ortaya dostlar. Qazaxıstan ABŞ ilə deməli belə bir ittifaqa qoşulur, İbrahim sazişinə daxil olur. Digər tərəfdən Moskva dərhal Tokayevlə əlaqəyə keçir və qarşılıqlı münasibətlərin daha da artması məsələləri gündəmə gətirilir. Maraqlıdır. Olduqca maraqlıdır. Əslində normaldır. Normaldır. Hər kəs özünə sərf eləyəni eləməyə çalışır belə. Digər bir maraqlı xəbərlə efirimizi yekunlaşdırmaq istəyirik. Deməli, Türkiyədə İstanbul Böyük Şəhər Bələdiyyəsi sədri vəzifəsindən deməli kənarlaşdırılaraq həbs olunan sədr, keçmiş sədr deyək, Əkrəm İmamoğlu'na 2352-lə qədər həbs cəzası istənilib. Maraqlıdır. Türkiyə Konstitusiyasında yəqin ki, bu var. İndi bizim də hüquqşünas qonağımız olacaq sizin anons elədiyiniz kimi. O daha yaxşı bilər bu məsələləri. Və deməli, bu təcrübə əslində deməli Türkiyədə var. Mən deyəcəm ki, daha əvvəldə bir 1500-2000 il həbs istənilən insanlar istənilən olub. Məşhur Harun Yəhya kimi tanınan Adnan Oktar məsələsi yadımızdadır və Adnan Oktara 8658 il həbs cəzası verildi. Artıq üzərindən 3 il keçib azalıb əslində. 8653 il. Ən azından ömürlük deyil deyə, yəni ömürlük deyil. Nə vaxtsa bitəcək, bəli. Uzun yaşasa hamısını da yaşaya bilər. Hər halda azaldı. 3 il gedib üstündən. Bir şey qalmayıb. Belə dostlar, bizdən bu qədər. Çox sağ olun. Təşəkkür edirik Nərman. Uğurlar sizə.